Bismillah. Qur'anın nazil olmağa başladığı ay Ramazan. Bugünkü mövzumuz Qədir gecəsi. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Və ma adraka ma leyletul qadr. Leyletul qadri xayrun min alfi şehr. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر. Həqiqətən biz Qur'anı Qədir gecəsi Lövh-i Məhfuzdan dünya səmasına nazil etdik. Qədir gecəsinin nə olduğunu bilirsənmi? Qədir gecəsi savab cəhətdən 1000 aydan daha xeyirlidir. Qədir gecəsinə, fəzilətinə inanaraq və əcrini də Allah Azze və Cəllədən diləyərək namaz qılmaqla tövhid üzərində keçən bir insanın bütün keçmiş günahları bağışlanar. Hədis Buxarıda və Müslimdə qeyd olunur. Rasulullah sallallahu aleyhi və səlləm Qədir gecəsini araşdırır və səhabələrinə də bu gecəni araşdırmaqlarını əmr edirdi. Ramazan ayının son 10 gününün gecələrində ailəsini Qədir gecəsinə çatmaq ümidi ilə ibadət üçün oyadardı Rasulullah sallallahu aleyhi və səlləm. Ömrünü boş şeylər səbəbi ilə çürüdən Müslim, indiyə qədər etmədiklərini Qədir gecəsində yerinə yetirməlisən. Çünki əcəl Allahın əlindədir, sirdir. Və sən bunu qətiyyən bilirsən ki, öləcəksən. Ola bilər ki, gələn Ramazana yetişmədin. Ola bilər ki, bir daha Qədir gecələri ehtimal olunan gecələrə ömrün çatmadı. Odur ki, bu fürsəti əldən qaçırtma, nə qədər ki, möhlət diyarındasan. Əlbəttə, bu günün, bu gecənin, Müslimin etdiyi ibadətlərin Allahın izni ilə savabı veriləcək. Qədir gecəsində edilən bir əməl, başqa zamanlarda 1000 ayda edilən əməllərdən daha xeyirlidir. Bu xeyirdən məhrum olan insan, Qədir gecələrindən, Qədir gecəsində əldə olunacaq xeyirdən məhrum olan insan, həqiqətən də həyatda hər şeydən məhrum olan bir insandır. Ramazan ayının son 10 günü içində yer alan Qədir gecəsinin xüsusən də tək gecələrdə olması ehtimalı daha böyükdür. Ubey bin Kəb belə deyirdi. Allah Rəsulunun sallallahu aleyhi və səlləm bizə xəbər verdiyi işarə və əlamətə görə günəş Qədir gecəsinin səhərində gözə zərər verməyən bir parıltı ilə çıxır. Yenə başqa bir səhih hədisdə Ayşə anamızın, möminlərin anası, Ayşənin, Allah ondan razı olsun, Rasulullaha, yəni həyat yoldaşına, Rasulullaha sallallahu aleyhi və səlləm belə dediyi nəql edilir. Ey Allahın Rəsulu, Qədir gecəsinə rast gəlsəm nə deyim? Allah Rəsulu sallallahu aleyhi və səlləm cavab verir. Ey Allahım, şübhəsiz ki sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla ya Rab, deyə xanımına buyurdu. Allah Azze və Cəllə bizlərə bu Ramazanı özünün razı qaldığı şəkildə yaşamağı nəsib etsin. Allahumma amin. Subhanaka Allahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.